Salam. Bugün MVC 5 dərslərimizin yeni bölümünü çəkəcəyik. Bu dərsimizdə bilirik ki, action izaflardan danışırdıq. Action izafların növbəti bir növü olan content izaflardan danışmaq istəyirəm bu dərsimizdə. Content izaflar nədir, nə üçün istifadə olunur və necə istifadə olunur? Çalışacağım bu barədə məlumat verim. İndi isə praktik olaraq necə istifadə edə bilərik content izafları, ona baxaq. İlk öncə deyim ki, content izaflar bizə deməli imkan verir ki, biz dinamik olaraq hər hansı bir kontenti, yəni HTML səhifəsinin içindəki kodları, sonra hər hansı bir fayl daxilindəki kodların oxunmuş formasını content result vasitəsilə biz deməli output, yəni çıxışa verə bilərik browserdə. Bunu da necə edərik? Yoxlayaq. Home kontrollerimizə gəlirik. Home kontrollerimizə gəlirik. Burada content result, daha doğrusu home kontrollerimizə gəlirik. Baxırıq ki, biz normal olaraq, yəni bu index view-unu çağırdıqda nə olur? Daha doğrusu index action-ını çağırdıqda nə olur? Hansı əməliyyatlar yerinə yetirilir? Ondan bəhs edirik. Gəlirik biz home controller daxilində index action-ını çağırırıq. Bu index action çağırıldığı an return view metodu ilə bu eyni adlı, əgər biz view-da deməli view adı da verməmişiksə, onda gedəcək eyni adlı view-u, yəni home papkasındakı index view-unu çağıracaq bizim üçün. Bu da necə olur? View engine'lər var MVC tərəfdə. Həmin engine vasitəsilə, yəni motor olaraq həmin motora view göndərilir. Sonra controller göndərilir və controllerdən sonra bir də model göndərilir. Yəni view daxilində hansı məlumatları göstəriləcək, həmin model göndərilir. Və bu da normal olaraq belədir. Yaxşı, biz indi istəsək ki, bunu dinamik olaraq yerinə yetirək və alınmış HTML kodu, yəni konteksti necə edək ki, başqa bir actionla geriyə qaytaraq. Bunun üçün biz AppCode papkasında yeni bir papka yaradıram. Function qoyaq. Burada da bir köməkçi klass yaradacam. Hansı ki, içində köməkçi metodlarımız olan bir klass yaradıram. Adı olsun extensions. Görüntüsü yazdım. Okay. Bu class statik olsun. Statik class olsun. Burada burada yeni bir metod yaradıram. Public static geriyə string qaytarsın. String render view as deməli string olsun və hələ ki boşluq qaytarsın geriyə, bir problem verməsin deyə. Dedik axı biz deməli view engine nə qəbul edir bizdən? Controller qəbul edir, yəni controller konteksti qəbul edir, view name'i qəbul edir, bir də o modeli qəbul edir. Yaxşı, həmin parametrləri biz burada qeyd edək. Controller
controller context alacaq bizdən. String view name alsın. Bir də object model alsın. Yəni modelin də tipini bilmirik. Bilmirik deyəndə obyekt ümumi olaraq obyekt tipində model alsın. Sonra biz növbəti mərhələdə biz controller context nöqtə controller kontekstdə yerləşir. Nöqtə view datada nöqtə model bərabərdir parametr kimi aldığımız model. Sonra bizə view engine result lazımdır. Deməli, view engine result eyni kopyalayıram. Bərabərdir view engines nöqtə engines nöqtə find deməli find partial view var. Find partial view olsun. Burada controller context alır bizdən. Bir də view name alır bizdən. Sonra view context lazımdır bizə, hansı ki view engine vasitəsilə həmin view contexti yaradaq. View context bərabərdir new view context controller context qəbul edəcək bizdən. View result view engine result nöqtə view alt-alta yazaq daha səliqəli görünsün, aydın görünsün daha doğrusu. View engine result nöqtə daha doğrusu yox. Ne alır bizdən? View data dictionary, temp data dictionary. View data dictionary bizdə olacaq controller context nöqtə controller nöqtə view data. Bunu bir də kopyalayıram. Temp data da burada olacaq. Axırıncı olaraq text writer alır bizdən. Və bu text writer-ı necə edək? İlk olaraq baxıram. Normal olaraq biz text writer tipində bir obyekt yaradıb bura verməliyik nüsxə. Deməli, bu da olsun. Yox. Bərabərdir new text writer. Amma səhv verəcək bizə. Niyə görə səhv verəcək? Çünki cannot create an instance of abstract class or interface. Deyir ki, abstract classın və yaxud interfeysin instansını yaradılmır. Həqiqətən də belədir. Yəni, təməl C# dərslərindən bildiyimiz qədərilə abstract classdır. Və abstract classdırsa, bunun nüsxəsini yarada bilmərik. Yaxşı, bunun nüsxəsini yarada bilmərəmsə, onda necə edə bilərəm? Onda string writer F12 gəlib görürəm ki, string writer text writer-dan törədilib. Yəni, onun xüsusiyyətlərinə malikdir. Əgər onun xüsusiyyətlərinə malikdirsə, onda mən normal olaraq
String Writer-dan istifadə edə bilərəm. String Writer-dan istifadə edirəm. String Writer-ın nüsxəsini yaradıram. Bu da IDisposable idi. Text Writer IDisposable-dan interfeysindən törədildiyi üçün bunun dispose metodu var. Dispose metodu da olduğu üçün mən IDisposable interfeysindən törədilən tipləri mütləq instans kimi yaradanda using-də yaradıram. Çünki using blokundan çıxdıqdan sonra bu nüsxənin artıq yaddaşda yer zəbt etməsinin qarşısını alır. Yer zəbt etməsini deyirəm. Sonra bu yazdığım kodu da using bloku daxilinə əlavə edirəm və SV String Writer-ı bura əlavə edirəm. View kontekstimiz və View engine resultımız hazırdır. Yaxşı, indi biz normal olaraq hansı əməliyyatlar icra olunacaq bunları hazırladıq. Modeli qəbul edəcək, view datanı, temp datanı bunları qəbul etdikdən sonra bu view normal olaraq işləməlidir ki, HTML-ə render olunsun. Bunun üçün də biz render etmək üçün view engine result view render edirəm. View kontekstimiz birinci parametr kimi, text writer'ımız ikinci parametr kimi daxil edilir. Sonra deməli render edəndən sonra view-u artıq view-u həmin view-u azad buraxmalıyam, azad etməliyəm. View engine result view engine release view edirəm və həmin view-u azad buraxıram. Context hansı view-dur? Bizdə iView tipində view parametri qəbul edir. O da bizdə deməli view engine result view view-dan həmin view-u gedib gətirirəm. Baxırıq ki, iView qaytarır. Və bundan sonra da String Writer, yəni bu nüsxəyə artıq bizim bizdəki view-un işlənilib HTML olaraq render olunmuş forması geri qayıdacaqdır. Bunu da String Writer-da toString-ə çevirib geri qaytararam. Burada son bir işimiz qaldı. Extensionları çox vaxt belə yazılır. Deməli, klasın adından istifadə etmək yerinə controller context render view string bunu istifadə edə bilərəm. Bunun üçün də mən statik bir klassda, statik metodda extension yazmaq istəyirəmsə, mütləq bu qaydalar olmalıdır. Bu qaydalar yəni keçirilməzdir, mütləq yerinə yetirilməlidir. Metod stringdir, class stringdir. Onda bura mən this yazıb, yəni bu klassın yerinə olan hər hansı obyekt controller context tipindədirsə və bunu avtomatik controller context-ə əlavə edəcəm. Bunun function deməli klassını seçirəm. Burada app koda əlavə etdiklərim build action'ı content olur. Bu contenti compile edəcəm və normal olaraq class kimi işləsin. Gördüyünüz kimi bura artıq həmin bu üçbucağı gəldi. Rebuild edirəm, görüm hər hansı bir problem varmı, yoxmu? Problem yox kimi görünür. Gəlirəm kontrollerlərə, home kontrollerə. Burada public olsun content result get dynamic view olsun return
Məsələn, content metodundan istifadə edirəm. Content resultda deyək, hələlik boş bir şey qaytarır bizim üçün. Biz burada diaqramda baxanda hansı parametrləri qəbul edir? Content olmalıdır. Content encoding, content type. Yəni bunları da qeyd edə bilərik əslində. Və biz metodu yazandan sonra burada hansı ki artıq usinglər var, onları organic usinginə təmizləyirəm. Remove and sort using. Sil və sırala. Belə edirəm və artıq namespace'lər buradan yığışdırılır. Sonra gəlirəm home controllerə. Home controllerdə dediyimiz kimi bizdə metod necə idi? Extensions klassında uyğun namespace-i seçirəm. Extension klassında nöqtə render view as string deyə bir metodumuz var. Onu yazmışdıq. This gördüyünüz kimi parametrləri bizə verir. Controller context view name'imiz olacaq index, modelimiz olacaq. İndeksi hansı modeli verirdik? db student to list. Bu da bizə string qaytaracaq. Extension olduğuna görə biz ora this açar sözünü elə belə yazmadıq əslində. This açar sözünü niyə yazdıq? Bunun üçün yazdıq. Hər dəfə klasın adını çağırmayın. Klasın adını çağırınca birinci parametr burada çağıraram və digər parametrləri də mötərizə daxilində verərəm. Bu da extensionımız olur bizim. Yəni bir controller context üçün extension metod yaratdıq. Necə ki, deyək ki, controller context nöqtə get type, get hashcode, toString metodları var. Bir də bizim yaratdığımız metod var. Hansı ki, aşağı ox qoyulub, yəni özümüz extension metod əlavə etmişik. Bizim yaratdığımız metoddur və bu qayda ilə elə bir yeni metod yazıb orada istifadə edirik. Deməli, bu bizə string qaytarır. Düzdür? String qaytarır. String content bərabərdir bu. Content'i bura verəcəm. Content type olacaq bizdə text html. Encodingimiz olacaq system.text encoding tf8 yazmasaq da olur əslində, amma yazdıq indi hazırda. Bura bir breakpoint qoyacağım və necə işlədiyini, nə gətirdiyini görmək üçün. Burada görürük ki, index metodu çağırılıb. İndex metodu çağırılıb. Amma biz indi istəyirik ki, home kontrollerində dynamic view çağırılsın. Həmin dynamic view çağırılanda artıq bizim content resultımıza gəlib çatdı. F10 ilə seçdikdə gəlirəm contentə nə yazıb. Burada baxıram ki, normal olaraq hər şeyi özü çevirib həmin viewda məlumatları və bizə gətirib məlumat kimi. Həmin HTML kodu da mən ekrana yazdırıram hazırda. F5 deyirəm və eyni məlumatı dynamic view vasitəsilə də gətirdim. Beləliklə bu kimi işimizə yaraya bilir. Sonra harda istifadə edə bilərik? Mənim fikrimdə, məndə belə bir fikir var ki, bunu misal üçün notification göstərməkdə istifadə edə bilərik. Deyək ki, bir application yazmışıq. Misal üçün nümunə olsun Facebook və yaxud Outlook proqramı.
Orada notificationlar gəldikdə altda gəlir. Bir neçə notification isə bildiriş varsa hamısı göstərilir. Göstərildikdə onun üzərinə klik etdikdə həmin bildirişi oxuya bilirik biz. Və bu qayda ilə də dinamik olaraq content result gətirib biz də həmin bildiriş sistemini tətbiq edə bilərik öz proyektimizə. Sadə olaraq istəyərdim göstərim bu qaydanı. Onu necə edərik? Bir notification arşiv table yaradıram. Ola bilər ki, dərsləri yeni izləyənlər və SQL-i o qədər də SQL-i öyrənməyə təzə başlayanlar var və ona görə də yenidən yaradıram həmin cədvəli. ID kolonkası seçirəm, tipi integer olsun. ID kolonkası bizdə primary key, yəni əsas açar olduğu üçün set primary key dedikdə allow nulla icazə verilmir. Bir də mən istəyirəm ki, bu ID kolonkası, yəni fieldi avtomatik olaraq bir artan dəyər alsın. Bunun üçün identity specification'dan is identity-ni yes edirəm və increment və set 1 olaraq qalsın. Yəni birdən başlasın, 1 olaraq artsın. Sonra hansı istifadəçiyə mesaj gəlib? User ID, bu da int olacaq. Bu da boş buraxıla bilməz, çünki hər hansı bir istifadəçiyə gəlməlidir bu mesaj. Sonra notification message olsun. Bu da olsun envar char 500 null ola bilməz. Sync görülüb. Date time olsun. Null ola bilər bu. Niyə null ola bilər? Misal üçün, əgər mesaj görülməyibsə, burada null olsun. Görülübsə, yəni tutaq ki, mənə bildiriş gəldi, mən bildirişi kliklədim, oxudum. Həmin oxuduğum anda bu sin fieldi həmin tarix yazılmalıdır ki, yəni bu vaxtda oxunub həmin mesaj. Ona görə də burada seçim qalsın, yəni null ola bilər. Created nə vaxt yaradılıb mesaj, date time olsun burada, null ola bilməz və cari vaxtı götürsün. Get date cari vaxtı götürsün. Save edirəm, adını yazacam notification arşiv və OK deyib yadda saxlayacağam. Məndə artıq həmin cədvəl var deyə yenidən yaratmıram. Sonra gəlirik buradan edit top 200 deyirəm və bura notificationlar, yəni bildirişlər yazıram test üçün. Kim nə istəsə yaza bilər. İssin görüldü xüsusiyyətini null buraxıram. Created-də qiymət verməsək də olar. Elə birini də burada yazım. Birinci istifadəçiyə göndərilir. ID-yə qiymət vermirəm. Çünki identity seçmişəm. User ID birinci istifadəçiyə göndərilsin. Birinci yox, ikinci olsun bu. Deyək ki, misal üçün sizə HR modulunun yeni xidmət modulun yeni funksiyalarından istifadə etmək hüququ verildi. Sin null olsun. Nə vaxt görülüb? Bunu da qiymət vermirəm və belə etdikdə gəlirəm execute edirəm bunu.
ID olaraq 5, user ID 2, yəni kimə göndəriləcək 2 olacaq. Görülüb sin yox, bu olmalıdır sin. Görülüb və created nə vaxt yaradılıb, bu da avtomatik olaraq düşür. 3-cü ayın 22-si. Yəni, həmin bu məlumatları indi biz oxuyaq bazadan. Bazadan oxuyaq. Bunun üçün gəlirik bizdə burada model papkasına. Model papkasında MVC5 modeli açırıq. Burada student görürük ki, cədvəlimizin prototipi var. İndi isə notification cədvəlimizin də prototipini əlavə etmək üçün model üzərində sağ düyməni vurub, yəni bu açılmış diaqramda sağ düyməni vurub update model from database seçirəm. Table'lardan, DBO-dan notifications arşiv bunu da seçirəm və finish deyirəm. Və avtomatik bura gəldi həmin cədvəl. İndi bunu kopyalayacağım. Notifications deyirəm. Və neyinirəm? Gəlib bir partial view yaradıram. Partial view'lar mütləq şərit papkasında olmalıdır. View papkası daxilində şərit papkasında olmalı. Bu şərit papkası daxilində deməli view yaradıram. Adı olacaq partial view olduğu üçün altdan xətt ilə başlayır. Notifications. Buradan da create as partial view deyirəm. Yadda saxlayıram. Bir partial view necə olur? Deməli, bu bizdən, daha doğrusu bir bildirişdə hansı məlumatlar oxunacaq? Biz onu bilirik ki, ID olacaq view-un ID-si. Daha doğrusu məlumat olaraq bir row oxunacaq. Hansı ki, hansı row? Notification arxiv cədvəlinin strukturunda olan bir row. Həmin row modelin tipini təyin edirəm həmin rowda. Deməli, həmin tipdə hardan gəlir məlumat? Bizdə models papkasında test app namespace daxilində models notification arxiv. Bu tipdə bir məlumat götürəcək həmin arşiv view'umuz. Sonra bizə div bunun klası olacaq notification. Sonra deməli h3 olsun bildiriş. Sonra h2 olsun deyək ki at model nöqtə. Gördüyümüz kimi modeli tipin təyin edəndə, yəni deklar edəndə kiçik model yazırıq. Amma istifadə edəndə ət böyük modeli ilə yazırıq. Burada mütləq nəzərə alınsın. Burada mesajın, daha doğrusu bildirişin mətni çıxacaq. Bildiriş mətni çıxacaq. Nə edirəm? Modeldə özünə gəlməyib. Normal düzəməli. Rebuild edəndən sonra notification açıram. Sonra span at string
deməli tarixi formatlayacağam. Olsun ddmin 4 dənə y. Yəni ilk kimi vergül model nöqtə create date olsun. İkinci, bu da bizim zamanımız olsun. Haşhaş olsun, saniyəsinə kimi göstərək, deyək ki bir bildirişin strukturu belədir və həmin bildirişləri biz ekranda göstərmək istəyirik. Hələ ki sağ tərəfdə kiçik qutucuqda göstərməyəcəyik. Normal olaraq bir səhifədə göstərəcəyik. Sonra isə növbəti dərslərimizdə empty result-ı, sonra JavaScript result-ı öyrəndikcə bu deməli hazırladığımız nümunəni daha da təkmilləşdirəcəyik. Sonra həmin view-u yadda saxlayıram. Adı notifications'dır. Notifications'da gəlirəm. İndi db, daha doğrusu string content olsun. Bu olsun. Hələ ki boşluq. Olsun. Hansı məlumat oxuyacam mən? db.notifications arşiv nöqtə və birinci userə gələn. Bu artıq indi statik olaraq yazıram, amma proyekt hazırlayarkən hər userin öz ID-si olur. Login parol ilə daxil olduqda həmin userin məlumatlarını biz götürə bilirik. İndi isə məcburi statik olaraq götürəcəm. Item nöqtə user ID bərabərdir 1. Bu expression lambdadır. Yəni deyirəm ki, notification arşivdə hər bir row, hər bir sətir item kimi qəbul edirəm. Həmin item'ın user ID-sin. Yəni bura x də yaza bilərəm. Bura x yazsam artıq bu da x olmalıdır. Çünki x kimi qəbul edirəm. Burada qəbul etmək forması. Yəni test deyə bilərəm. Test desəm, test kimi qəbul etsəm əgər test nöqtə user ID bərabərdir 1. Belə etməliyəm. İndi item olaraq qəbul edirəm həmin bir sətri, hər bir sətri və həmin sətrin user ID-si bərabərdirsə 1-ə. Yəni birinci userə göndərilən mesajların siyahısını görmək istəyirəm mən. Deməli, necə edəcəm onda? Nöqtə to list. Burada da bir for each dövrü quracam və həmin item, hər bir item oxunduqda mən content views bərabərdir deyəcəm və sys controller bu qayda ilə həmin notification view-u render edib HTML-ləri oxuyacam oradan. Deməli, bu da necə olacaq? Ünvanı view papkasında şərit papkası daxilində notifications nöqtə js html bu da bizdən item deyə model olacaq. Item notification arxivdir, görürük, düzdür. Bizdə də notification'da nə idi? Model.
notification arxiv. Deməli, normal olaraq bura həmin itemi notification arxivi göndərməliyəm. Və kontenti hər bir notifikasiya, yəni bildiriş üçün gedib partial view-u işlədirəm və geri qaytarılan HTML-i götürürəm. İndi int ID-ni də mən buradan istəyirəm götürüm. Belə edərəm. If əgər id.hasValue fərqlidirsə, hasValue-su yoxdursa, onda nə qaytarsın bizə? Deməli, content boşluq qaytarsın. Əks halda neynəsin? id.value, yəni ID-yə əsasən gedib məlumatı yığıb gətirsin. İndi biz bunu işlədək. Content birinci boşdur. Notifications deyirəm. Həmin bu action'ı çağıracam. Action'ımız necə idi? Notification deyirəm. Heç nə gətirmədi. Çünki hasValue-su boş oldu ona görə. Boşluq gətirdi. Yaxşı, indi mən burada ID versəm, ID 1 desəm, hasValue true, yəni value-su var, onda keçir bura. Niyə tapmır? Baxaq. View papkasında şərit. Views papkasında, yəni papkanın adını səhv yazmışam. Okey, işlədək. Notification. İndi baxıram kontentə. Kontentə baxıram ki, 3 bildiriş üçün 3 dəfə həmin view çağırılıb və ard-arda yazılıb. İndi mən bunu kontent olaraq geri qaytarıram. Bildiriş interaktiv prosesinin versiya hazırdır. Tarixi yazılıb, bildiriş belə-belə və 3 bildiriş mənə göstərilir. İndi isə istəyirəm ikinci userin bildirişini götürməyə. Bizə götürərəm F5. Sizə HTML modulunun funksiyalarından istifadə etmə hüququ verildi.
Gördüyümüz kimi dinamik olaraq biz məlumatları oxuyub content result vasitəsilə və MVC-də kontroller daxilində olan content funksiyasından istifadə etməklə biz və əlbəttə ki, bir də özümüzün yaratdığımız bir extension metodu vasitəsilə dinamik olaraq view-dan məlumatın oxunmasını və HTML formatda geriyə qaytarmasını öyrəndik. Əslində, təkcə bu yox, müxtəlif məntiqi əməliyyatlar yerinə yetirilmiş olar bununla. Yəni ki, problemindən asılıdır. Yəni, qarşımıza qoyulan problemdən asılı olaraq bir neçə üsuldan istifadə etmək, bir də bu üsulların içində kontentdən də istifadə etmək yəni işimizə yaraya bilər. Əlbəttə ki, proqramçı olaraq bir neçə üsulu bilmək, lakin daha səmərəlisini istifadə etmək lazımdır. Və beləliklə artıq vaxt çox uzanır. Növbəti bir nümunə də göstərmək istəyərdim, amma lakin qalsın. Növbəti dərslərimizdə toxunaram həmin mövzuya. Bu günlük bu qədər. Yazdığımız, istifadə etdiyimiz metodlardan, actionlardan siz də istifadə edin və təkcə videoya baxıb keçməyin. Yəni, öyrənmək üçün mütləq icra etmək lazımdır. Hər hansı bir sualınız olsa əgər YouTube-da, yəni rəy olaraq, izlədiyiniz kanalda rəy olaraq bildirə bilərsiniz. Dinlədiyiniz üçün təşəkkürlər. Növbəti dərslərdə görüşərik.